أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين أما بعد السلام عليكم ورحمة الله وبركاته aziz kardeşler. Allah subhanahu ve teala Kur'an-ı Kerim'de buyurur ki Allahu yastafa minel melaiketi rusulen ve minen nasi innallaha semi'un basir. Buyurur ki Allah subhanahu ve teala Allah Teala rasullar seçir. Bu rasullar istər mələklərdən və istərsə də insanlardan olur. Həqiqətən Allah eşidən və görəndir. Yəni Allah subhanahu wa ta'ala yer üzərində olan insanlardan və göydə olan mələklərdən rasullar seçir və onları bir-birlərindən üstün edir. Yəni seçdikdən sonra digərlərindən üstün edir. Və bu rasulların da içərisində fikir versəz Allah subhanahu wa ta'ala Muhammed sallallahu aleyhi və səlləmi digər peyğəmbərlərdən üstün edib. Və həmçinin ondan başqa Allah subhanahu wa ta'ala yer üzərində peyğəmbərlərdən sonra Muhammed sallallahu aleyhi və səlləm ən əfzəl peyğəmbər olduğundan sonra ona yoldaş olaraq insanların ən fəzilətlilərini seçib. Bunlar da Muhammed sallallahu aleyhi və səlləmin əshabıdır. Allah onlardan razı olsun. Və həmçinin Allah subhanahu wa ta'ala yer üzərində bəzi məkanları seçib və onları digərlərindən üstün edib. Və bunlar da şübhəsiz ki, Allahın məscidləridir. Allahın məscidləri digər yerlərdən məkan olaraq seçilib və Allah Teala onları digərlərindən üstün edib. Və həmçinin vaxtlar içərisində, aylar içərisində elə aylar var ki, qardaşlar, Allah subhanahu wa ta'ala o ayları seçib və digər aylardan üstün edib. Və ən fəzilətli ay olaraq Ramazan ayını seçmişdir. Və bu ayın içərisində isə ən fəzilətli günlər olaraq son 10 günü digərlərindən üstün etmişdir. Və həftənin günləri içərisində digər günlərdə Allah subhanahu wa ta'ala cümə gününü seçib və digər günlərdən üstün etmişdir. Və həmçinin elə bir gün vardır ki, qardaşlar, Allah subhanahu wa ta'ala o günü seçmiş və ilin bütün günlərindən üstün etmişdir. Və o da Arafa günüdür. Və həmçinin bundan əlavə Zilhiccənin, hansı ki biz artıq bu aydayıq, bu ayların ən fəzilətli günlərindəyik. Allah subhanahu wa ta'ala həmd sənalar olsun. Və Zilhiccənin 10 gününü bütün günlərdən mutlaq şəkildə Allah subhanahu wa ta'ala bütün günlərdən üstün edib. Və buna görə də Allah subhanahu wa ta'ala bu 10 günə Quran-ı Kərimdə baxsaq, Fəcr surəsində and içir. Allah subhanahu wa ta'ala buyurur ki, "Vəl-fəcr and olsun sübh çağına, və ləyalin əşr və 10 günə." Və İbn Abbas radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin təfsirdə dua etdiyi şəxs və digər sahabələr və həmçinin tabeinlər bu ayənin təfsirində, Quran-ı Kərimin bu ayəsinin təfsirində buyururlar ki, Allah Taala'nın bu and içdiyi 10 gün məhz Zilhiccənin ilk 10 günü haqqındadır. Yəni Zilhiccənin ilk 10-una Allah Subhanahu taala and içir. Allah Taala'nın və bildiyimiz kimi hansı yerdə, yəni məxluqatına and içibsə, o şey mütləq əzəmətli və fəzilətli sayılır. Allah Taala məxluqatına and içə bilər. İstədiyinə and içə bilər. Bu məxluqatın əzəmətindən söhbət edir. Məxluqatlar isə Allahdan qeyrisinə and içə bilməz. Hansı ki Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, "Mən hələfə bi qeyrillahi fəqad əşrak." Və yaxud da "Mən hələfə bi qeyrillahi fəqad kəfara və əşrak." Kim Allahdan qeyrisinə and içərsə, artıq küfür və şirk etmişdir. Və buradan görünür ki, Allah Taala'nın məxluqatına and içməsi icazəli, qulun isə Allahdan qeyrisinə and içməsi isə icazəli deyil. Və həmçinin qardaşlarım, Allah Subhanahu wa Taala Quran-ı Kərimdə başqa ayədə Həcc surəsinin 28-ci ayəsində buyurur ki: "Və yəzkuru isməllahi fi eyyamin ma'lumat alə ma razaqakum min bəhimətil ən'ami fəkulu minha və at'imun nase və at'imul ba'isel fəqir." Allah Subhanahu wa Taala buyurur ki, məlum olan günlərdə Allah'a zikr edirlər. Məlum olan günlərdə Allah'a zikr edirlər və Allahın onlara verdiyi ruzilərdən hansı ki mal qaradan yeyirlər və onları fəqirlərə verirlər və fəqirləri yedizdirirlər. İbn Abbas radiyallahu anhu ayənin təfsirində buyurur ki, "Və yəzkuru isməllahi fi eyyamin ma'lumat" və burada ma'lumət olan, yəni bilinən günlərdə onlar Allahı zikr edərlər. Bunlar da, yəni bundan qəsd, məlum günlərdən qəsd Zilhiccənin 10 günüdür. Və Buxarinin rivayet etdiyi hədisdə Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Allaha ən sevimli əməllər bu günlərdə edilər. Yəni bu günlərdə Zilhiccənin 10 günündə edilən əməllər Allah Taalaya ən sevimli əməllərdir. İbn Abbas radiyallahu anh rivayet etdiyi hədisdir. Sahabələr soruşurlar ki, ya Rasulullah, cihaddan da mı daha əfzəldir? Yəni
bilinir ki, sahabələrin yanında cihad ən fəzilətli əməldir. Çünki Ayşə radiyallahu anhə bir gün Allah nəbisi sallallahu aleyhi və səlləmə bu barədə sual verir. Və deyir ki, ya Rasulullah, cihad ən fəzilətli əməldir. Biz cihad etməyəkmi? Və Allah nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, sizin cihadınız qəbul olunmuş həcdir. Və buradan görünür ki, əziz qardaşlar, sahabələr bilirlər ki, cihad Allah qatında ən fəzilətli əməllərdəndir. Və hətta bunu da soruşurlar ki, Allah nəbisi sallallahu aleyhi və səlləmdən ki, ey Rasulullah, cihaddanmı daha əfzəldir bu gündə edilən əməllər? Allah nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, cihaddan da fəzilətlidir. Yalnız o kəs ki, malı və nəfsi ilə gedər, heç biri ilə qayıtmaz. Yəni, bu kəsdən üstün deyildir. Çünki Allah yolunda vuruşar, malı gedər, Allah yolunda və nəfsi gedər. Yəni, şəhid olar. Bu kəsdən üstün deyildir. Lakin kim malı ilə gedər və nəfsi ilə qayıdarsa, o cihad edəndən daha üstündür. Bu ayda salih əməllər edənlər. Və İbn Rəcəb rahiməhullah Lətəiful Məarif əsərində buyurur ki, hədis dəlildir ki, bu gündə edilən əməllər digər günlərdən, digər vaxtlardan daha əfzəldir. Və İbn Rəcəb rahiməhullah bu səbəblə Zilhiccənin ilk 10 gününün Ramazanın son 10 günündən daha əfzəl olduğunu deyir. İbn Hibbən rahiməhullah isə deyir ki, Ramazanın 10 günü ilə Zilhiccənin ilk 10 gününün fəzilət baxımından eynidir. Və Şeyxülislam İbn Teymiyyə rahiməhullah, İbn Qayyim rahiməhullah və İbn Kəsir rahiməhullah deyirlər ki, Zilhiccənin 10 gününün gündüzləri Ramazanın son 10 gününün gündüzlərindən daha əfzəldir. Və racih olan görüş də budur, qardaşlar. Zilhiccənin 10 gününün gündüzləri Ramazanın 10 gününün gündüzlərindən əfzəldir. Axşamlara gəldikdə isə, gecələri gəldikdə isə Ramazanın 10 gününün gecələri Zilhiccənin 10 gününün gecələrindən daha əfzəldir. O həmçinin, əziz qardaşlar, bu 10 gündə elə bir gün var ki, o gün, bu 10 gün içərisində ən əfzəl günlərdəndir. O da Arafa günüdür. Müslimin hədisində buyurur ki, bu gündə cəhənnəmdən azad etdiyi qədər, Allah subhanahu wa ta'lanın bu gündə cəhənnəmdən azad etdiyi qullar qədər başqa günlərdə azad etməmişdir. Necə də fəzilət olmasın ki, yəni bu fəzilətli günlər olmasına sadəcə bu hədislə belə kifayət edər. Və Allah subhanahu wa ta'la o gün mələklərinə qulları ilə övünər. İbn Ömər'in hədisində buyurur ki, Abdullah ibn Ömər'in hədisində, rəvayət etdiyi hədisdə buyurur ki, Allah Teala Arafa günü mömin qulları ilə mələklərinə iftixar edər. Deyər ki, qullarıma baxın, saçları qarışmış, toz torpaq içində mənə gəldilər. Şahid olun ki, onları bağışladım. Bu cür deyərək Allah subhanahu wa ta'ala mələkləri yanında qulları ilə övünər, iftixar edər. Və İmam Məlikin Muvatta əsərində zikr olunur ki, şeytan o gün alçaldığı qədər başqa günlərdə alçalmaz. Və şeytanın alçalmasının da səbəbi ona görədir ki, Allah Teala'nın rəhməti möminlərə enir. Və bu səbəbdən də şeytan o gün alçaldığı qədər başqa günlərdə alçalmamışdır. Allah subhanahu wa ta'ala buyurur ki, Fəcr surəsində həmçinin qardaşlar, وَالشَّفْعِ وَالْوَتْرِ cütə və təkə and olsun. İbn Abbas radiyallahu anhu cüt nə deməkdir? Cütün Qurban bayramı günü tək isə Arafa günü olduğunu zikr edir. Və fikir verin, yenə də Allah subhanahu wa ta'ala bu iki günə and içir. Və həmçinin ümumiyyətlə bu 10 günə and içir. Və bu da dəlalət edir ki, həqiqətən bu günlər əzəmətli günlərdir. Və bir şey qeyd etmək istəyirəm ki, əziz qardaşlar, bu günlərdə edilən günahlar, Allaha sığınırıq bu şeylərdən, digər günlərdə edilən günahlardan daha şiddətlidir. Və bu məfhum müxalifədən başa düşülür. Yəni, necə əks mənadan başa düşülür. Yəni, hansı ki, biz bilirik ki, Quran sünnədən və sahabələrin sözündən və alimlərin gətirdiyi şərhlərdən başa düşürük ki, bu günlərdə edilən ibadətlər digər günlərdə edilən ibadətlərdən daha əfzəldir. Və bunun müqabilində isə bu günlərdə edilən günahlar, asiliklər, üsyanlar digər gündə olan günahlardan daha pisdir. Və bu Arafa günü, əziz qardaşlar, hacı olmayanlar üçün, həc ibadətində iştirak etməyənlər üçün elə bir ibadət növü vardır ki, o ibadət 2 illik günahlara kəffarədir. Bu da oruc ibadətidir. Hansı ki, Müslimin rəvayətində Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, yukəffirus sənətəl madiyə vəl-baqiyyə. O, hansı ki, bu gündə tutulan oruc keçmiş günahlara və gələcək günahlara kəffarədir. Və fikir verin, yeganə olaraq bu gündə
Arafa günü tutulan oruc qardaşlar, yəni bu günün fəziləti başqa günlərdə olan fəzilət kimi deyildir. Və fikir verin, elə bir savab yoxdur ki, elə bir əməl yoxdur ki, yəni bunun kimi fəzilətli olsun ki, gələcək günahlara da kəffarət etsin. Və həmçinin Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, İnni əhtəsibu aləllahi ən yukəffirəs-sənətəlləti qabləhu vəlləti ba'də. Və deyir, mən hesab edirəm ki, bu oruc hansı ki keçmiş və ondan sonraki il üçün kəffarət etsin. Günahların bağışlanmasına kəffarət etsin. Və Arafa günü qardaşlar, ən fəzilətli əməllərdən biri də Allah Taalaya dua etməkdir. Ən fəzilətli əməllərdən biri də Allah Taalaya dua etməkdir. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur, duanın ən xeyirlisi Arafa günü olanıdır. Duanın ən xeyirlisi Arafa günü olanıdır. Və bu günün fəzilətlərindən ən böyüyü isə qardaşlar, Allah Subhanahu wa Taala'nın yer üzərinə gündüz vaxtı yer səmasının üzərinə inməsidir. Və fikir verin, biz bilirik ki, Allah Subhanahu wa Taala gecənin 1/3-də, hər ilin hər gününün gecənin 1/3-də yer üzərinin səmasına inir. Və yeganə Arafa günüdür ki, Subhanallah, Arafa günüdür ki, gündüz vaxtı yer üzərinin səmasına inir. Və gündüz vaxtı duaları çoxaltmaq lazımdır. Allahdan bağışlanmaq diləmək lazımdır. Hansı ki, sahabələr, onlardan gələn əsərlərdə görünür ki, onlar gündüz vaxtı bütün gün dua etməklə və ağlamaqla keçirərdilər. Dua etməklə və ağlamaqla keçirərdilər. Və həmçinin, əziz qardaşlar, bu 10 gündə ən fəzilətli günlərdən biri də Qurban Bayramı günüdür. Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, İnnə ə'zəməl əyyəmi indəllahi yevmən nəxr. Allah qatında ən əzəmətli günlərdən biri Qurban Bayramı günüdür. Ən əzəmətli günlərdən biri Qurban Bayramı günüdür. Qurban Bayramı günü qardaşlar, alimlər buyurur ki, Ramazan bayramından daha əfsəldir. Niyə görə? Çünki Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, çünki Qurban Bayramında edilən ibadət, yəni qurban kəsmək, Ramazan bayramında edilən ibadət isə fitir zəkatıdır. Fitrə zəkatıdır. Yəni fitrə zəkatı verməkdir. Və Şeyxülislam İbn Teymiyyə buyurur ki, bu qurban ibadəti fitrə zəkatı verməkdən daha əfsəldir. Və həmçinin İbn Qeym rahimehullah buyurur ki, əziz qardaşlar, qurban kəsmək başqasına onun pulunu sədəqə etməkdən daha əfzəldir. Və bu münasibətlə qurban kəsəcək adam Zilhiccə ayı girdiyindən etibarən dırnağından və saçından götürmür. Bu Peyğəmbər sallallahu aleyhi və səlləm səhih sünnəsidir. Səhih sünnəsidir. Ona görə də buna əməl etmək. Buna əməl etmək və Allah Nəbisi sallallahu aleyhi və səlləmə tabiçilik göstərməkdir. Hansı ki, Ümmü Sələmin hədisində gəlir ki, Müslimin rəvayət etdiyi hədisdə İzə dəxələtil əşr və əradə əhədukum ən yudahhiyə fələ yəxudənnə min şə'rihi və lə zufrihi və lə bəşəratihi şeyən. Elə ki, 10 gün daxil oldu, sizdən biriniz qurban kəsmək istədiyi zaman, qoy o saçından və dırnağından götürməsin. Və bəzi alimlər buna vacib deyirlər bu əmələ ki, dırnaqdan və saçdan götürmək olmaz. Çünki fikir versəz, fələ yəxudənnə ərəb dili qaydasına görə indiki zaman feili ilə inkar gələrsə və burada təvkid də var, mənunu gücləndirən nun deyirlər ona və bu halda vacib olmuş olur. Və müsəlman gələ belə şeylərə diqqət etsin. Sadəcə qurban kəsirəm deyib, bu cür fəzilətli əməllərdən geri qalmasın. Barakallahu fikum. Esselamu aleykum və rəhmətullah.